Sumqayıtda 2 piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, Hyundai markalı minik avtomobili yolu keçən Xalidə Cabbarova və Yeganə Əmrahovanı vurub. Xalidə Cabbarova hadisə yerində həyatını itirib. Yeganə Əmrahova isə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Normal yerleştirme mi oluyor?